Salam dəyərli izləyicilər. Bu gün sizə daha bir qayda haqqında məlumat vermək istərdim. Qrammatik qayda olaraq kitablarda yeni nəşr olunan test olsun da bu testlər də öz əksini tapıb. Məsələn, forget, remember, stop, try, regret. Bu feillərlə bağlı biz həm gerund verə bilirik, həm də bunlardan sonra, yəni gerund verə bilirik, həm də to məstər hissəcikli infinitiv verə bilirik biz. Deməli, bu feillər nə vaxt gerundla verilir? Keçmişlə bağlı nə isə ifadə edilirsə. Bu zaman biz bu feillərdən sonra gələn digər feili gerund, yəni ing verb plus ing verməliyik. Məsələn, nümunəyə baxsaq, I'll never forget supporting me. Məni dəstəklədiyini unutmayacağam. Heç vaxt unutmayacağam. Dəstəkləmişsən keçmişdə, unutmuram bunu. Və keçmişlə bağlı, keçmişə yönəlik bir ifadəli fikirdir. Və ikinci cümləyə baxsaq, I remember meeting her. Onunla görüşdüyümü xatırlayıram. Yəni, hansısa görüşmüşəm, xatırlayıram. Bu, keçmişə yönəlik, keçmiş yönümlü bir ifadədir, fikir dildiyadır. Bunu biz bu feillərdən sonra həmişə gerundda bilməliyik. Amma forget, remember, stop, try, regret'i də əlavə edə bilər. Regret haqqında əvvəlki videoda izah vermişəm deyənə, bura əlavə etmədim. Onun haqqında xüsusi olaraq izah vermişəm. Bu feillərdən sonra isə gələcək yönlü fikir ifadə etmək üçün istifadə edirik. Məsələn, I forgot to do my homework. Yəni, qarşımda duran vəzifə bir növ ev tapşırığını etməkdir, bunu unutmuşam. Yəni, bir növ keçmişdə bunu qarşıda duran vəzifə idi mənim üçün, eləməliydim. Gələcək yönümlü bir tərz var bunun içində, ideya var bunun içində. Öyle burada biz I forgot to do my homework, mən ev tapşırığını etməyi unutdum və yaxud da remember to pay the bill. Məsələn, evdən çıxıram, qarşı tərəf mənə deyir ki, elektrik ödənişini etməyi unutma, hesabını etməyi unutma. Bu formada biz remember to pay the bill, yəni xatırla ki, hesabı ödəyəcəksən. Hesabı ödəməyi xatırla və ya da unutma da deyə bilərik. Bu formada ifadələrdən bu formada istifadə edə bilirik. Testlər üzərində də görə bilirik bunları, testlərdə görə bilirik. Birinci testi izah eləmək istərdim. Testlər üzərində nəzər yetirək bu ifadələrə. Məsələn, 106-cı testə baxsaq, she remembers posting the letter. She posted it on Tuesday morning. O məktubu göndərməyi xatırlayır. O onu çərşənbə axşamı səhər göndərib. Çərşənbə axşamı günündə səhər göndərib. İkinci gün səhər göndərib. Bəli, burada artıq iş bitib. Keçmişə yönlü bir ifadədir. Göndərib artıq, xatırlayır onu. Və cavab olacaq burada C variantı. 107-yə baxaq. I ran home because I had forgotten to turn the oven off. Bəli, burada elə bir ki, burada bəzən şagirdlər səhv edirlər. Zaten burada turning variantı yoxdur. Biz B variantı götürürük. Amma burada turning olsa belə götürə bilmirik. Çünki mən evə qaçdım. Çünki mən sobanı söndürməyi unutmuşdum. Demək, burada niyə biz tutorial verdik? Çünki mənim evdən çıxmamışdan qarşımda duran vəzifə söndürməkdir sobanı. Sobanı söndürməmişəm. Ona görə burada biz B variantı verməyimiz doğrudur. Yəni, belə deyək, gələcək yönümlü, qarşımda duran vəzifə varsa, onu etməliyəmsə, etməmişəmsə, bunu və ya etməliyəmsə gələcəkdə, etməli olduğum halda etməmişəmsə, yenə də qarşımda duran vəzifədir bu, gələcək yönümlü bir fikir, ideya var burada. Ona görə burada biz B variantı verməliyik, seçməliyik. 108 ilə bağlı biz bayaq izah verdim. Bundan qabaqki videoda izah vermişəm. Amma 108-ci testdə regret to inform verəcəm. Informing olsa belə verə bilmirəm. Regret to inform passengers-lər biz sərnişinlərə məlumat verməyi də təəssüf edirik ki, yəni burada bir növ nə isə deməyə təəssüf edirəmsə, bir növ mənim hələ deməmişəm, deyirəm, qarşıda bir məlumatım var. Yəni, qarşıda bir məlumatım olacaq. Bir vəzifəm var ki, qarşıda bir məlumat verir. Bir növ gələcəkdə nəsə deyəcəmsə, bu artıq to ilə verməliyim. Amma demişdimsə, dediyimə yoxdur, yəni belə deyim də, etdiyimə təəssüf edirəmsə, burada regretdən sonra informing olardı. Amma burada dediyimə təəssüf edirəm deyənə, nə isə deməyimə təəssüf edirəmsə, bu zaman to inform verməliyəm. Bəli, burada deyir, məlumatı verdiyinə təəssüf etdiyinə görə to inform D variantını verməliyəm. Və burada 110-cu testə baxaq. I'll never forget meeting my first teacher. Yəni, burada to meet variantı yoxdur, olsa belə götürə bilməzdir. Çünki mən ilk müəllimlə görüşməyimi unuda bilmərəm. Yəni, burada meeting verməyimiz daha doğrudur. Çünki
keçmiş ilə görüşmüşəm. İndi onunla danışıram. İlk müəllimlə görüşdüyümü unutmayacağam heç vaxt. Bəli, burada cavabımız Y variantıdır. 114-də də baxaq. 114-cü testdə don't forget to lock the door when you leave. Yola düşəndə, yəni evdən çıxanda və ya tərk edəndə qapını bağlamağı, kilidləməyi unutma. Bəli. Burada qarşısında duran vəzifə kilidləməkdir qapını, onu kilidləməyi unutmamasını bildirilir. Unutmaması bildirilir və burada bəli, D variantı olacaq, çünki gələcəyə yönlü bir ifadədir. 115 də həmçinin to bring olacaq burada. Remember to bring her ID card to the exam. İmtahana şəxsiyyət vəsiqəsini gətirməyi xatırladı. Gətirməli olduğunu xatırladı. Belə deyək, B variantı doğru cavabdır. Və burada 117-yə də baxsaq, burada we forgot meeting him last year. Biz onunla keçən il görüşdüyümüzü unutduq. Belə, bu formada bəli, testlərimizi işləyə bilərik, tətbiq edə bilərik. Çox sağ olun, təşəkkürlər.